Akşamınız xeyir olsun, hoş geldiniz hər biriniz. Bugün bizim buraya yığışmağımızda iki kardeşimiz səbəbkardır. İkisinin de bugün doğum günləridir. Bugün münasibətilə hər ikisinə uzun ömür, can sağlığı, ailə saadəti, xoşbəxtlik arzu edirəm. Allah Teala ürəyimizdə nə arzular varsa arzularımıza çatdırsın. Bu mənim bizim şəxsi arzularımdır. Və İstənət və İctimai Birliyin üzvləri adından da sizin hər birinizin ad günü münasibətilə təbrik edirəm. Burada olmaq istəyib ola bilməyən qazi qardaşlarımız var ki, onların da öz təbriklərini sizə çatdırırlar. Onlar da sizə uzun ömür, can sağlığı, sevgi dolu həyat arzulayırlar. Allah Teala İnşallah bundan sonraki yaşlarımızda, illərimizdə, günlərimizdə həmişə xeyirli günlər istəyirsin. Bizim bu günlərdə bildiyimizdə yeni üzvü olunmuş Samir Əkbərov qardaşımız vardır. Onun da vəsiqəsinin təqdimatı olacaq və Tural Ağazadə qardaşımız da oradadır. Onun da vəsiqəsinin təqdimatı olacaq. Mənim üçün ikinci bir xoş olmadan həqiqətən uşaqlıq olsun. Qardaşım Osman qardaşım buradadır. Bunu da salamlayırlar. İkinci bir xoş hiss oldu ki, şəhid qardaşımız İsa'yı Pərviz özdə buradadır. Onu da xoş gəlib. Allah hər birimizə xoş günlər, xoş həyat yaşamaq nəsib etsin inşallah. Amin. Sizə yüzək sözü, arzusu varsa buyurub gəlirlər. Farzəm, səni təbrik edirəm. Allah sənə uzun ömür, can sağlığı versin. Elə bugün xoş təsadüfdür ki, həm aprel döyüşlərinin qazisi İsmət qardaşımızın doğum günüdür. Bizim Fariz qardaşımız da həmin aprel döyüşlərinin igid döyüşçüsüdür, həm də ki, vətən müharibəsinin. Allah sizə uzun ömür, can sağlığı versin, birliyiniz əbəd olsun, həmişə mehriban olun, bir-birinizə can deyin, can eşidin. Bizim Cəllabadımızın fəxri olan Samir qardaşımız da xoş gördük. Pərviz, sən həm ikili fəxr edirsən, həm şəhid qardaş kimi, həm özün bir vətən müharibəsi qazisi kimi xoş gördük səni. Ruslan qardaş, sizi də xoş gördük. Mən demişəm də, Cəllabad Göytəpədə hər evə 2 dənə döyüşçü düşür, qəhrəman düşür. Həqiqətən də Cəllabad qəhrəmanlar diyarıdır. Hər birimiz Cəllabadda olmağımızdan fəxr etməliyik. Allah hər birinizə xoş günlər qismət eləsin. Bir dənə odur ki, bir-birinizə mehriban olun. Mənim ən böyük arzum odur ki, necə ki, Cəllabadda olaraq vətən müharibəsində Cəllabad həqiqətən də ad qoydu. Cəllabad özün Azərbaycan tarixində qanla yazdı. Cəllabad elə bir qəhrəman diyardır. Hər birimiz bir-birimizə mehriban olaq. Mehribanlıq olan yerdə həmişə inkişaf da var, orada birlik də var. İndi elə istəyərdim ki, birinci başlayaq bizim Ziya qardaşımızdan. Buyur. Merhabalar, bütün qardaşlarım xoş gördük. Hamınız xoş gəlmişsiniz. Qardaşlar, sizi təbrik edirəm. Allah sizə can sağlığı versin, döyüşçü qardaşlar sizin. Sizin bütün çətinlikləriniz köhnə yaşınızda qalsın, təzə yaş sizə, sevdiklərinizə düşərli olsun, həyatınızın daima yanında olasınız. Qazinin aprel qazisi olsun, o birisi qazi olsun, bu birisi qazisi fərq yoxdur. Əgər bu hansısa döyüş əməliyyatlarında iştirak edibsə, onun ad soyadının qabağında bir dənə söz yazılır, qazi, şəhid və yaxud da ki, qazi yazılırsa. Onun üçün əlaqələndirirəm, Allah gücə də sağ-can versin, sağlam ömür arzu edirəm, minnətlər olsun sizə. Hakan, buyur. Arkadaşlar, ben size bir şey diyeyim. Allah sizden sağlık versin, uzun ömür başlasın. Səvir, buyur. Təbrik edirəm, yeni yaşınız olacaq, bərəkətli olsun. Təbrik edirəm, yüz yaşayasın. Buyur etsin mənim. Mən də bütün igid qardaşlarımızı salamlayıram. Axşamınız xeyir olsun. Mən üçün çox fəxrdir, fəxarətdir ki, bugünkü tədbirdə mən də dəvət olunmuşam, iştirak edirəm. Hər biri mənim üçün çox doğmadır, əzizdir. Hər birinin xətri mənim üçün çox əzizdir. Mən İsmət qardaşımız haqqında qısa haşiyə çıxmaq istəyirəm ki, İsmət qardaşımızı mən 2016-cı ildən tanıyıram. Yadıma gəlir, aprel döyüşlərində yaralanmışdı. Biz onu video vasitəsilə, yəni televiziya vasitəsilə gördük. Və ondan sonra nəhayət 2017-ci ildə səhv eləmirəmsə, Tibb Texnikumunda bir tədbir var idi. Sənət qüvvələrin qazisi vardı, ağır yarası, Ahməli. Onunla birlikdə iştirak edirdi. Orada yaxından tanış oldu. Allah can sağlığı versin. Fariz qardaşımız da vətən müharibəsində böyük şücaət göstərib, qəhrəmanlıq göstərib, uzun müddət hərbidə xidmət edir.
bir əfsanə, belə deyim də, Azərbaycan əfsanəsidir. Hər tarixində izli möhrü olan bir döyüşçüdür. Hər birinizin böyük xidmətləri var, hər birinizin xidmətləri qarşısında baş əyirəm. Allah sizləri var eləsin. Əsəd qardaşımın da sözünə qoşuluram ki, həmişə mehriban olun, həmişə bir olun. Mən də bir qardaş kimi, sizin balaca qardaşınız kimi hər zaman yanınızdayam. Çox sağ olun, var olun. Paşam, buyur. Allah salamlar başlasın. Milletçilerin bütün təmsilçiləri, bizə qoşuluruq bütün təmsilçilərə, Fariz qardaşlar, bütün qazılarını səslənir qardaşım, təbrik edirəm. Allah sizə var eləsin. Mən gördüyüm olsun ki, Fariz həqiqətən də Şuşa istiqamətində gedən döyüşlərdə, yəni Azərbaycan Respublikasından orada 2-dən 3-dən Şuşaya tanki müstəqamda biri bizim bu Fariz qardaş, baş bizim bu Fariz qardaşımızı tanrılara salıb. Yəni o düzü bir tarix deməkdir. Yəni 30 ildən sonra ilk dəfə tanındı. Bəs bu iki tanrıdan biri bu Fariz qardaş. Azərbaycan ordusunun Həzi Aslanov ləqəbi bəli verilib Farizə, bəli. Yəni milli qəhrəmanlar bir oğlanlardır. Allah canını salamat eləsin qardaş. Həyatda sizə uzun ömür, can sağlamlıq edirəm. Yəni Allah sizin balalarınızı da xoşbəxt eləsin qardaş. Xeyir işləriniz olsun. Biz də qapınızda hər zaman belə xeyir işlərə gələk. Yəni mən sizlə fəxr edirəm. Öpürəm hər birinizi, bağırma basıram. Çox sağ olun. Samir qardaş, sənin də bir daha xoş gördük. Həm Cəllabadımızda, həm elimizdə, obamızda. Allah sənə uzun ömür versin, can sağlığı versin. İnşallah övladların toyunda iştirak edək. Buyur qardaşım. Azərbaycan ordusunun silahlı qüvvələrindən ayrılıb, sizin kimi qardaşların silahlarına qoşulmağına təşkil edir. Sağ olun. Rahat buyur qardaş. Mən də təbrik edeyim hər ikisindən. Sizə uzun ömür, can sağlığı inşallah. Təbrik edeyim hər ikisi. Xoş gəldiniz. Kənan, əmrləri təbrik edə bilərsən. Öpürəm. Bəxtun qardaşımız da bizim həqiqətən də igid qəhrəman döyüşçümüzdür. Məftun haqqında çox danışmaq olar. Məftun, Allah ruhunu şad eləsin. Şəhidimiz Musa Əsgərovun tədbirindən tanıyıram Məftunu. Orada şəhid anası ilə bir-iki diyaloqları oldu. Şəhid anası dedi ki, orada bir kəlmə sözü işlətdi. Dedi, mənim Məftun daha da yaxşı başa düşər ki, mən nə demək istəyirəm. Məftun həm Azərbaycan ordusunun şəhidlərimizin qisasını alan bir qəhrəmanımızdır. Həm də ki, şəxsən öz kəndindən olan 3 şəhidimizin, Babayev Muradın, Abbasov Davudun, Musa Əsgərovun xüsusən yəni, onlara söz verdiyi ki, o düşməni necə məhv eləyəcək, onların belə deyim də, o İnsan deyir, o qanı cuşa gələndə həqiqətən də gözünün qanı örtür. Məftun o formada onların qisasını alıb. Allah uzun ömür, can sağlığı versin. Məftun, buyur qardaş. Mən də hər kəs salamlayıram. Allah şəhidlərimizə rəhmət eləsin. Əziz qardaşlar, sizi təbrik edirəm. Allah sizə uzun ömür, can sağlığı versin. İsmət mənim həm kəndciyim, həm də aprel döyüşündən, ümumiyyətlə onun uşaqlıqdan tanıyıram ki, vətənpərvər böyüyüb. Çox gözəl də döyüşüb. Fariz qardaşım mənim həm silahdaşım, həm bir yerdə xidmətdaşım, həm döyüş yoldaşımdır. Antiterror əməliyyatında mən elə gördüm ki, Fariz yanımdadır. Allah ikisinə də uzun ömür versin, can sağlığı versin. Biz ona ad qoymuşduq, tankçıların babası. Təbrik edirik. Allah uzun eləsin. Bizim Səməd qardaşımız Hüseyn atların qazisidir. Allah can sağlığı versin. Səməd, buyur. İnşallah sənin də toyunda Səməd. Bizim Mir Natiq qazimiz həm seyiddir, həm qazidir, həm döyüşçüdür. Buyur qardaş. Salam, hamı xoş gəlir. Qardaşlar, hamımızı təbrik edirəm. Hər ikisi. Allah sonunda bərəkət versin. Bəx bir söz dedi bu. Məhdum qardaş dedi baba. İnşallah sənin biz babasın. İnşallah, inşallah. Tural, sənə Allah uzun ömür, can sağlığı versin. Sən elə mənim kimi Allah kasıblara bərəkət versin. Sənin o kasıb ürəyindən maç eləyirəm. Buyur. Mən də sizi təbrik edirəm qardaşlar. Allah uzun ömür, can sağlığı versin. Həmişə xeyir məclislərə gəlmişəm. Nurəddin qardaş, xoş gördük səni də. Salamlayıram hər birinizi. Sizi təbrik edirəm. Allah sizə uzun ömür, can sağlığı versin.
nəvələrinizin görəsiniz, nəvələrinizin toyunda iştirak edək. Qapınızda Allah xeyir qismət eləsin. Uzun ömür, can sağlığı. Vallahi yani çox şad oldum. Mən həqiqətən də Cəlilabadda tək-tək tədbirlərə gəlib gedirəm. Yəni belə vaxt məhdud edirəm. Həqiqətən Cəlilabadın böyük bir yiğidləri var. Mən hər birisi ilə fəxr edirəm. Fəxr edirəm ki, mən bunlarla görüşüb, tanışıram. Hər bir fəxrimizsiz. Sağ olun. Pərviz, sən həm şəhid qardaş kimi, həm də qazi kimi belə deyək də, sənin statusun daha yüksəkdir. Buyur. Burada hamısının statusu yüksəkdir, hamısı qəhrəman qardaşlarımızdır. Bizim salamlayıram hər birimizi. Nə xoş ki, bugün biz də bu tədbirdə iştirak edə bildik, təsadüf nəticəsində. Təbrik edirəm bu günlərə, olanlara, Allah bütün arzularına çatdırsın. Tədbir təşkilatçılarına da öz təşəkkürümü bildirirəm. Ruslan qardaş, səni də xoş gördük. Həqiqətən də bir Cəlilabad kimi ona görə fəxr edirəm ki, mən bir dəfə üzr istəyirəm, sosial şəbəkədə paylaşdırmışdım ki, bizim Cəlilabadımızın Vətən müharibəsi qəhrəmanı şəhid Polkovnik Leytenant Orxan Əkbərov biraz Beləsivarlı qardaşlarımız biraz qısqanclıq yarandı orada ki, Beləsivarlıdır. Burası da bir-iki faktlar qoydum ki, yəni bizim Orxan qardaşımız Cəlilabadın əslən Üçtəpə kəndindəndir. Yəni onu belə deyim də, detallarla. Şəxsən bəli, bizim fəxrimiz olub. Sən də onun tabirində döyüşmüsən. Allah'ın lazım bilər. Buyur qardaş. Qardaşlar, təbrik edirəm. Allah bərəkət bütün xeyirlər sizin üçün. Qardaşlar, baxmağın həqiqətən şad oldu. Məndən də yaşlı. 81 Ben gizli istəyirdim. Gizli istəyirdim. O da etmək üçün.